siyasi şərhçi Murad Sadəddinov suallarımızı cavablandıracaq. Murad bəy, hər vaxtınız xeyir olsun, xoş görürük siz studiyamızda. Sabahınız xeyir olsun. Murad bəy, siyasi gedişata nəzər yetirdikdə görürük ki, kifayət qədər aktiv proseslər icra olunur və hətta avqustdan etibarən bunların şahidi oluruq. Müxtəlif platformalarda, kürsülərdə Azərbaycan-Ermənistan münasibətlərinə dair fikirlər səsləndirilir. Dövlət başçısı BMT kürsüsündən səsləndi, Paşinyan da eyni qaydada bəzi mesajlar verdi sülhə dair. İndi də Strasburqa yola düşür və ondan sonra böyük ehtimalla Kopenhagenə gedəcək. Tam hələ bu barədə informasiya yayımlanmasa da. Bu formada, yəni siyasi trafikin güclü olması, tıxacın yaranması deyək, hansı səbəbdəndir? Regiondakı artıq ciddi bir dəyişiklik prosesinə mi başlanılıb deyə bilərik bu mərhələdən sonra? Ümumiyyətlə, biz regionu götürsək, bizim ərazini də götürsək, ətraf dövlətlərdə baş verən hadisələri də nəzərdən keçirsək, biz görərik ki, doğrudan da proseslər həddindən artıq aktivləşib, hətta bəzi ərazilərdə müharibələr davam edir. Bu baxımdan geopolitik dəyişikliklər ərəfəsindədir regionumuz və Ermənistanla Azərbaycan münasibətlərini götürsək, biz görürük ki, artıq sülh müqaviləsi ilə bağlı hər iki dövlət finiş xəttinə yaxınlaşır. Siz düzgün qeyd elədiniz ki, Vaşinqton görüşü bu proseslərə ciddi təkan verdi və orada bir çox məsələlər razılaşdırıldı. Hətta bəyannamə qəbul olundu, sülh müqaviləsinin məzmunu təsdiq olundu, paraflandırıldı və s. məsələlər. Bu baxımdan artıq biz bu istiqamətdə hər iki dövlət və dövlət rəhbərləri də bunu bəyan edirlər. O cümlədən siz qeyd etdiyiniz kimi BMT-nin baş sessiyasının kürsüsündən də Azərbaycan prezidenti də bu barədə fikirlərini söylədi və artıq Ermənistanın baş naziri də sülh prosesi ilə bağlı öz fikirlərini söyləyib və hətta bildirib ki, çox güman ki, 2026-cı ildə növbəti sessiyaya BMT-nin növbəti sessiyasında biz sülh müqaviləsini imzalamağa nail ola bilərik. Belə bir optimist proqnozlarla dövlət rəhbərləri öz fikirlərini söyləyirlər bu işlə əlaqədar. Və bilirsiniz ki, artıq bu sülh prosesi ilə bağlı məsələlər də həddindən çox uzanır və bu uzanmaq da Ermənistan tərəfindən asılıdır. Məlum məsələdir ki, dəfələrlə biz burada bildirmişik ki, Ermənistanın ciddi problemləri var bu baxımdan. Məhz konstitusiyada dəyişikliyi ilə bağlı və Ermənistan tərəfi bunu orada keçirilən seçkilərdən sonraya vaxtını qeyd edib. Seçkilər də bilirsiniz ki, gələn ili yaydadır. Çox güman ki, yaydan sonra... Əgər növbədənkənar seçkini tezləşdirməsələr? Ola bilsin, o da ola bilər. İndi biz məlumatlardan çıxış eləyərək fikirlərimizi söyləyirik. Çox güman ki, ondan sonra əgər Paşinyan seçilsə, mən hesab edirəm ki, sülh prosesini sonuna çatdırmaq olacaq, imzalamaq olacaq. Ona görə ki, bundan çox məsələlər asılıdır regionda. Bilirsiniz ki, Zəngəzur koridoru və hətta Zəngəzur koridoru ilə də bağlı Paşinyan bir şikayət də elədi BMT kürsüsündən ki, baxmayaraq ki, biz terminləri razılaşdırmışıq və Azərbaycan tərəfi yenə də Zəngəzur koridorunu səsləndirir. Bu da... Hər dəfə bu Zəngəzur dəhlizi adını eşidəndə Paşinyan etiraz bildirir ki, niyə Zəngəzur koridoru məsələsini ekrana var, bilirsiniz, Zəngəzur koridoru deyəndə Ermənistanda olan müxalif qüvvələr Paşinyanı ittiham eləyirlər ki, artıq biz o ərazidəki suverenliyimizi itiririk və seçki qabağı dövrdür. Ona görə Paşinyanın bu çıxışlarını ancaq və ancaq seçkiyə istiqamətləndirilmiş bir çıxış kimi, mövqe kimi bildirmək olar. Əslində bunun nə cür adlandırılması fərq eləmir. Əslində bu koridorun, bu yolun nə cür fəaliyyət göstərəcək, hansı prinsiplər əsasında işləyəcək, bu vacib amildir. Paşinyan axı koridor sözündən cəmiyyətdəki reaksiyaya görə qorxur biraz da. Tamamilə. Ona görə mən deyim ki, bu gələcəkdən nəzərdə tutulan seçki ilə bağlıdır və ümumiyyətlə artıq bu gündən sonra Paşinyanın bütün ritorikasında biz nəzərə almalıyıq ki, bütün o ritorika məhz o gələn ili yayında keçiriləcək seçkiyə nəzərdə tutulub. O ki, qaldı Strasburqla bağlı səfərini. Bəli, bilirsiniz, Avropa Şurası Parlament Assambleyasında belə bir qayda var. Bu qayda ənənə var. Avropa Şurası dövlətlərin rəhbərləri vaxtaşırı olaraq müxtəlif müəyyən qrafik üzrə parlament sessiyasında çıxışlar edirlər.
Orada bütün dövlətlər rəhbərləri, o cümlədən Azərbaycan prezidenti də çıxış eləyib və bu səfər sonuncu sessiyada, il ərzində 4 sessiya olur, 4-cü sessiyada Paşinyan çıxış edəcək. Amma bir şey deyim, bilirsiniz, mən Avropa Şurasına sıx əməkdaşlıq edən bir insan kimi, vaxtilə qeyri-hökumət təşkilatının rəhbəri kimi deyə bilərəm. Hətta mən Avropa Şurasının Azərbaycan tam hüquqlu üzv seçilən 1-ci sessiyada mən orada çıxış eləmişəm. Avropa Şurası o zamanki ilə indiki həddindən artıq ciddi fərqlənir. Bugünkü Avropa Şurası artıq əvvəlki nüfuzunu, üzv dövlətlərə təsir imkanlarına malik deyil və onun orada çıxışı sadəcə olaraq bir deklarativ bir çıxış olacaq. Onun hər hansı bir nəticəsi, təsiri istər sülh prosesinə, istər ümumiyyətlə regionda gedən hadisələrə. Bir məsələ də var. Biz bilirik ki, Avropa Şurası Parlament Assambleyasının sessiyasında, iclasında iştirak etmək üçün Paşinyan Strasburqa gedib və bu müstəvidə Azərbaycanla AŞPA münasibətlərinə biz diqqət yetirdikdə AŞPA-dan Azərbaycana qarşı kifayət qədər qərəzli bir münasibət var idi və zaman-zaman anti-Azərbaycan ritorikası yüksəlirdi. Ermənistan üzərindən bizi təhdid etməyə, Ermənistanla bağlı məsələlərdə ittiham etməyə çalışırdılar. İndi elə bir məqam gəlib ki, hətta Paşinyan özü belə o ərazilərin Azərbaycan ərazisi olduğunu etiraf eləyir Murad bəy və BMT kürsüsünə sülhlə bağlı mesajlar verir. Biz kommunikasiya xətlərini açacağıq deyir və New Yorkdan bu açıqlamaları verəndən sonra gedir Strasburqa AŞPA-nın iclasına. Həmin o AŞPA ki, dediyim kimi Azərbaycana qarşı kifayət qədər qərəzli münasibətlə çıxış edib. Əgər ölkə prezidenti, ölkənin baş naziri daha doğrusu deyirsə ki, Qarabağ Azərbaycan ərazisidir, o zaman AŞPA-nın Azərbaycana qarşı qərəzi üçün hansısa bir yer qalıbmı, nüans qalıbmı ki, yenə də bu təxribatları davam etdirsinlər? Sizin fikirlərinizdə həddindən artıq çox məntiq var, amma əgər Avropa Şurası, Parlament Assambleyası məntiqli qərarlar verib ondan irəli gələrək bu siyasəti Azərbaycana tərəf keçirsəydi. Amma Avropa Şurası müəyyən dövr, 44 günlük müharibədən sonra sadəcə olaraq ora təsir göstərən dövlətlərin mövqeyini səsləndirirdi. Vaxtilə Fransanın, bəzi Avropa ölkələrinin Azərbaycana qarşı xüsusi olaraq 44 günlük müharibədən sonra olan bu mövqeyini orada onların nümayəndə heyətləri tərəfinə səsləndirdi. Məsələn, Fransa kimi dövlətin orada həddindən artıq böyük nümayəndə heyəti var və təsir imkanlarına malikdir. Məsələn, başqa bir dövlətə, Hollanda, Belçika və s. Bu baxımdan onlar o siyasəti həyata keçirirdilər. Amma siz düzgün qeyd edirsiniz ki, bu günləri Nikol Paşinyan özü tamam fərqli mövqe bildirir. Amma gəlin nəzərə alaq ki, burada bir fərq də var. Biz ümumi erməni mövqeyindən danışa bilmərik. Ona görə ki, orada təsir göstərən qüvvələrin arxasında erməni diasporası dayanır. Erməni milyarderlərinin Bəli, erməni diasporası ilə də Paşinyanın mövqeyi çox vaxtda xüsusi olaraq Erməni-Azərbaycan münasibətlərində sülh müqaviləsi imzalanması məsələsində həddindən artıq fərqlidir. Ona görə birmənalı demək olmaz ki, Paşinyanın mövqeyini nəzərə alaraq Avropa Şurasında olan o deputatlar fikirlərini dəyişəcəklər. Ola bilsin ki, müəyyən təsir eləyəcək, amma birmənalı yenə də deyirəm ki, demək olmaz. Siz qeyd elədiyiniz kimi burada müxalif və iqtidar qüvvələrin rəyi önəmlidir. Ancaq Paşinyanı çox yüksək səviyyədə qarşılayırlar, kürsülərə dəvət edirlər, AŞPA çərçivəsində nəzərdə tuturam. Əgər onun mövqeyi dəstəklənmirsə, o zaman sual yaranır ki, burada qarşı tərəfin daha çox mövqeyindən çıxış eləyərək AŞPA bu məsələləri önə çəkirsə, o zaman Paşinyana qarşı bu yüksək münasibəti biz paralel şəkildə necə dəyərləndirməliyik? Avropa Şurası elə bir qurumdur ki, orada fərqli mövcuddur. Məsələn, dəvəti o Avropa Şurasının rəhbərliyi tərəfindən alıb və bu dəvət yenə də deyirəm, bu ənənəvi bir dəvətdir ölkə rəhbərləri üçün. Sadəcə olaraq qrafiklə bu sessiyada Ermənistan baş naziri çıxış edəcək. Demək olmaz ki, bunu məsələn Avropa Şurası rəhbərliyi bu səbəbdən qərar verib. O ki, qaldı, onların yenə də deyirəm, aralarında olan mövqeyi, mübarizə, əlbəttə ki, burada fərqli mövqelər var. Bir şey də nəzərə alaq ki, New Yorkda görüşlər vaxtı Azərbaycan prezidentindən Avropa Şurasının baş katibi də görüşmüşdü və çox güman ki, orada Avropa Şurasının baş katibi Alen Berse arasında. Bəli, Azərbaycanla Avropa Şurasının arasında olan münasibətlərin yenidən baxılmasına, Azərbaycanın yenidən bu quruma qaytarılması məsələləri müzakirə olunub. Ümumi kontekstdə götürsək, əvvəlcə Avropa Şurası bu günləri üzv dövlətlərin
vəsaiti hesabına fəaliyyət göstərir və bilirsiniz ki, dövlətlərin nümayəndə heyətinin sayından asılı olaraq bu vəsait ödənilir. Rusiya oradan çıxandan sonra Avropa Şurası həddindən artıq maliyyə baxımından əziyyət çəkir və bir çox dövlətlər, xüsusi olaraq Azərbaycan da maliyyə dəstəyini dayandırıb. Onlar bu baxımdan da çıxış eləyərək çalışırlar ki, Azərbaycanı qaytarsınlar bu quruma. Murad bəy, bir məsələ də var. Biz artıq dedik ki, Ermənistanın baş naziri Nikol Paşinyan BMT kürsüsündən mesajlar ötürüb və həm kommunikasiyaların açılması, həm Vaşinqtonda əldə olunan sülh müqaviləsinin əslində paraflanması istiqamətində. İstəyərdim ki, biz bir də Türkiyə-Ermənistan münasibətlərindən danışaq. Təbii ki, bu detallara da toxuna bilərik. Çünki Paşinyan deyir ki, artıq Ankara ilə İrəvan arasında etimad güclənir. Düzdür, bu Ermənistanda müəyyən bir kəsimin xoşuna gələn senari deyil, amma Paşinyan bunu New Yorkda yüksək səslə deməkdən çəkinmədi. Dedi ki, artıq etimadı gücləndirməyə çalışırıq. Ankara və İrəvan münasibətlərinin perspektivi necə görünür? Mən hesab edirəm ki, bu münasibətlər bərpa olunacaqlar. Ona görə ki, bunun kökündə məhz Ermənistanın Azərbaycan ərazilərinin işğal olunması dururdu. Vaxtilə Azərbaycan torpaqları Ermənistan işğal eləyəndə Türkiyə buna etiraz olaraq diplomatik münasibətləri pozmuşdu və bütün əlaqələri Ermənistanla kəsmişdi. Və şərt kimi də ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinə çıxmayana qədər bu məsələ bərpa olunmayacaqlar. Bu günlərə artıq bu problem yoxdur, amma biz dəfələrlə Türkiyənin rəhbərliyi ilə Azərbaycan mövqeyinin dəstəyi olaraq hər dəfə səsləndirdiyi fikirləri eşitmişik ki, o vaxta qədər Azərbaycanla Ermənistan münasibətləri bərpa olunmayana qədər Türkiyədə hər hansı bir münasibətlər bərpa eləməyəcək. Çox güman ki, bu proses Türkiyə ilə bəli, danışıqlar gedir. Biz gördük ki, ilk dəfə olaraq Ermənistan baş naziri Türkiyə səfər etdi və s. Müxtəlif nümayəndələr, Türkiyənin xüsusi nümayəndəsi Yerevanda oldu və s. Bu baxımdan müəyyən proseslər gedir. Amma tam bərpa olunması, mən hesab edirəm ki, sülh müqaviləsi imzalanandan sonra bu proses həyata keçiriləcək və Ermənistan rəhbərliyi də bu günləri başa düşür ki, regionda hər hansı bir normal fəaliyyət üçün, normal bir dövlət kimi fəaliyyət göstərmək üçün ona birinci növbədə qonşularla münasibətlər bərpa olunmalıdır və Ermənistan üçün ən vacib, ən regionda böyük potensialı, istər siyasi, iqtisadi və s. potensial olan dövlətlər bu Azərbaycandır və Türkiyədir. Bu baxımdan Ermənistan tərəfi bu istiqaməti, xüsusi olaraq Paşinyanın siyasəti bu istiqaməti nəzərdə tutulur. Murad bəy, biz bəzi məsələləri danışdıq. Qarşıdan Avropa Siyasi Birliyinin 7-ci samiti gəlir və az öncə əslində tamaşaçılarla bölüşdüm. Bu vaxta qədər 6 belə samit keçirilib. Praqadan başlayan bu səfər indi Kopenhagenlə davam eləyəcək. Praqa görüşü bizim üçün çox əhəmiyyətli bir görüş idi. Bu məsələdən sonra Rusiya dəfələrlə dedi ki, Paşinyan özü Praqada Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb və bu 6 görüşdən sadəcə birində dövlət başçısı Qranada səfərində iştirak etməyib, anti-Azərbaycan mövqeyi sərgiləndiyi üçün. Ermənistan baş naziri isə hər birində iştirak edib. İndi Kopenhagen görüşü gəlir və oktyabrın 1-də keçiriləcək. Sizcə biz orada Azərbaycan və Ermənistan liderlərinin ənənəvi dialoqlarını, ən azından ayaqüstü söhbətlərini görəcəyikmi? Varmı sizcə belə bir ehtimal sülhə doğru addım atan iki ölkə lideri arasında? Çox güman ki, əlbəttə ki var. Ona görə ki, nəzərdən keçirsə keçmiş görüşləri və bu görüşlərdən keçən bu dövrdə hansı dəyişikliklər olub Ermənistan və Azərbaycan arasında? Bu baxımdan mən hesab edirəm ki, artıq münasibətlər də həddindən artıq fərqlidir müsbət cəhətdən. Ağ Evdəki bu görüş, imzalanma və s. və biz Azərbaycan prezidentinin ritorikasında, çıxışlarında da bunu görürük. Ermənistan baş nazirində hesab edirəm ki, növbəti bu iclasda bizim prezidentin Ermənistan baş nazirinə görüşü də olacaq, danışıqlar da olacaq. Ona görə ki, artıq biz yenə də verilişimizin əvvəlində qeyd etdiyimiz kimi finiş istiqamətində irəliyirik və tezliklə ortalıqda olan o xırda məsələləri hamısını aradan qaldırmaq lazımdır. Bu baxımdan bu gözəl platforma olacaq ki, bunu həyata keçirmək üçün və tezləşdirmək üçün. Burada bir məsələ də var. Biz bilirik ki, Avropa İttifaqının hazırda başqa dərdləri mövcuddur. Rusiya-Ukrayna cəbhəsindəki müharibənin, onların da
ərazisinə sirayət edə biləcəyi ilə bağlı ehtimallar. Bunun üzərindən də bir narahatlıq var. Avropa Siyasi Birliyin samiti çərçivəsində daha çox buna fokuslanacaqlar. Necə ki, biz BMT kürsüsündə daha çox Qəzzadakı proseslərin işıqlandırıldığını, yaxın şərqin gündəmdə olduğunu, küçələrdə də buna dair etirazların keçirdiyinin şahidi olduq. İndi isə Avropa Siyasi Birliyinin samiti keçiriləcək. Bunu ona görə xatırlatma edirəm ki, Azərbaycan məsələsi, Azərbaycan-Ermənistan məsələsi, Cənubi Qafqazda baş verən proseslər sizcə nə qədər diqqət mərkəzində ola bilər Avropanın bu qədər təşviş içində olduğu bir vaxtda? Cənubi Qafqaz kənarda qalacaq, yoxsa sizcə mərkəz mövzulardan birinə çevrilə bilər? Mən inanmıram ki, bu artıq mərkəz mövzularının birinə çevriləcək. Ona görə ki, artıq biz görürük Avropa Birliyinə daxil olan böyük dövlətlərin bu prosesə olan münasibətini, artıq istər Fransanın biz artıq Cənubi Qafqazla bağlı, Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı, keçmiş münaqişə ilə bağlı mövqeyini də görürük, Fransanın səfirinin Şuşaya səfər etməsi və s. Ona görə Almaniya ilə münasibətləri, bu aparıcı dövlətlərdir Avropa Birliyində və onlar artıq Cənubi Qafqazda gedən proseslə razılaşıblar. Bu sülh prosesi ilə onlar da dəfələrlə öz mövqeylərini bildirmək, onu dəstəkləyirlər. Və siz düz qeyd elədiniz ki, artıq Avropa Birliyinin qarşısında yeni, daha da aktual məsələlər gəlir ortalıqda. Son dövrlər məhz Ukrayna-Rusiya müharibəsinin bəzi məqamları artıq Avropa Birliyinə də təsir edir. Bu, istər pilotsuz uçuş aparatlarının o əraziyə daxil olunması, istər müxtəlif kiber hücumlarla bağlı və s. Hesab eləm ki, Avropa Birliyi üçün bu daha da aktualdır və bu mövzu ən vacib mövzulardan biri olacaq. Murad bəy, minnətdarıq sizə studiyamıza gəldiyiniz üçün, fikirlərinizi bölüşdüyünüz üçün.